Salam, bugün 2024-cü ildə 10-cu siniflərə coğrafiya fənn olimpiyadasında düşmüş bir sualı izah edərək. Sualımızda deyir ki, təbii zonalar haqqında doğru fikirləri müəyyən edin. Birinci fikirdə, Cənub yarımkürəsində yerləşən bütün materiklərin cənub-qərb hissəsində codyarpaqlı meşə və kolluqlar təbii zonasına rast gəlinir. Bildiyimiz kimi, codyarpaqlı meşə və kolluqlar təbii zonası subtropik iqlim qurşağının Aralıq dəniz iqlim tipində yayılmışdır. Həmçinin Avstraliyanın cənub-şərq hissəsində də bərabər rütubətli subtropik iqlim tipində yayılıb. Yəni, Cənub yarımkürəsində yerləşən Cənubi Amerikanın, Afrikanın və Avstraliyanın cənub-qərb hissələrində subtropik iqlim yayılıb və codyarpaqlı meşə kolluqlar təbii zonasına rast gəlinir. Lakin Cənub yarımkürəsində yerləşən digər materik olan Antarktidada isə subtropik iqlim qurşağına rast gəlinmir. Bunun üçün də codyarpaqlı meşə və kolluqlar təbii zonası orada yoxdur. Birinci fikir yanlışdır. İkinci fikirdə deyir ki, Avstraliya materikinin şərqində dəyişkən rütubətli meşələr təbii zonasına rast gəlinir. Bu doğru fikirdir. Avstraliya materikinin şərqi rütubətli tropik iqlim qurşağında yerləşir və rütubətli tropik iqlim tipinin təbii zonası da dəyişkən rütubətli meşələr təbii zonasıdır. Bu doğrudur. 3. Şimali Amerika materikində dəyişkən rütubətli meşələr və çöl təbii zonaları həmsərhəddir. Şimali Amerika materikində əsasən meridional istiqamətdə təbii zonalar yerləşir və Meksika körfəzinin sahillərində həm çöl təbii zonası var, həm də dəyişkən rütubətli meşələr təbii zonası var. Florida yarımadası və Florida yarımadasının şimali hissəsi, Atlantik sahili ovalıq, həmçinin Mississippi çayının mənsəbi əsasən dəyişkən rütubətli meşələr təbii zonasıdır və onun qərbi, yəni o hissələr, belə deyək, Meksika körfəzinin şimal hissələrində isə çöl təbii zonası da olduğu üçün bunlar həmsərhəd təşkil edir. Bu doğru fikir. Savanna və seyrək meşələr təbii zonasında rütubətlənmə əmsalı vahiddən kiçikdir. Savanna və seyrək meşələr təbii zonası subekvatoral iqlim qurşağında yerləşir və subekvatoral iqlim qurşağında rütubətlənmə əmsalı vahiddən kiçikdir. Ona görə bu da doğrudur. Vahiddən böyük olan təbii zonalar əsasən biz bunlara deyə bilərik ekvatorial meşələri, tundra və meşə tundranı, həmçinin Arktik səhraları deyə bilərik. Enliyarpaqlı meşələrdə, tayqa meşələrində isə vahidə bərabər, bəzən də vahiddən böyük ola bilər. Yəni, savanna və seyrək meşələrdə rütubətlənmə əmsalı vahiddən kiçikdir. Ona görə bunu da götürürük, doğru fikirdir bu. Hudson körfəzinin sahillərində enliyarpaq və qarışıq meşələr təbii zonası üstünlük təşkil edir. Bu tamamilə yanlışdır. Şimali Amerikada enliyarpaq və qarışıq meşələr əsasən böyük göllər ətrafındadır. Hudson körfəzinin sahilləri demək olar ki, tamamilə tundra və meşə tundra təbii zonasıdır. Sadəcə cənub çıxıntısında az da olsa iynəyarpaqlı meşələr, yəni tayqa meşələrinə rast gəlinir. Tamamilə bu fikir yanlışdır. 6-da deyir ki, şimal yarımkürəsində səhralara yalnız tropik və subtropik iqlim qurşaqlarında, düzdür, şimal yarımkürəsində həm tropik, həm subtropik iqlim qurşağında səhra olsa da yalnız yox, çünki şimal yarımkürəsində həmçinin mülayim iqlim qurşağında da səhralar rast gəlinir. Məsələn, buna biz Qobi səhrasını misal çəkə bilərik. Ona görə 6-cı fikir də yanlışdır. Düzgün cavabımız olacaq 2, 3, 4,